Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə fərqli, bir o qədər də ləzzətli bir resept bölüşmək istəyirəm. İnanın ki, lobyanı bu üsulla bişirsəz, favori yeməyinizə çevriləcək. Bizə lazımdır lobya, badımcan, kartof, soğan, pomidor və şirin biber. Əvvəlcə bütün tərəvəzlərimizi səliqə ilə doğrayırıq. Amma burada çox vacib bir məqam var. Doğradığımız soğanın və biberin bir hissəsini, pomidorun isə tamamını kənara ayırırıq. Bunları daha sonra ayrıca soğançı eləyib yeməyə əlavə edəcəyik. İndi isə keçirik əsas mərhələyə. Doğradığımız lobyanı, badımcanı, kartofu, soğanın və biberin kənara ayırmadığımız hissəsini qazana tökürük. Qeyd edim ki, doğramış olduğum badımcanı da suyun içində gözlətmişəm ki, acı suyunu suya buraxsın. Qazana əlavə edərkən də suyunu əlimlə sıxıb elə tökürəm. Sonra da üzərinə bir böyük stəkan su əlavə edirik. Qazanı da ocağa yerləşdirib orta xodda bişməyə qoyuruq. Bu cür biraz qaynamağa başlayanda qaşıqla qarışdırıram. İndi də gəlin digər tərəfdə soğançanı hazırlayaq. Bunun üçün tavaya biraz yağ tökürük. Kənara ayırmış olduğumuz soğanları atıb biraz qovururuq. Soğanlar biraz saralandan sonra üzərinə ayırdığımız biber və pomidoru əlavə edirik. Pomidor suyunu salıb yaxşıca bişənədək tavada qovururuq. Qazandakı yeməyimiz bişənə yaxın hazırlamış olduğumuz bu soğançanı yeməyin üzərinə əlavə edirik. Bütün dadların bir-birinə qarışması üçün də birlikdə qaynatmağa davam edirik. Üzərinə də bir çay qaşığı duz əlavə edirəm. Duzun miqdarını zövqünüzə görə təyin edə bilərsiniz. Bu yeməyi məncə mütləq sınayın. Əminəm ki, çox bəyənəcəksiniz. Və əgər videonu bəyəndinizsə, YouTube algoritmində mənə dəstək olmaq üçün kanala abunə olmağı və bəyən düyməsinə basmağı unutmayın. Növbəti videolarımızda görüşənədək. Sağ olun.